Salamlar hər kəsə. Bugünkü dərsimiz cümlə növləridir. Cümlələr intonasiyasına görə 4 qrupa bölünürlər. Gördüyümüz kimi sual cümlələri, interrogative sentences, nəqli cümlələr, declarative sentences, əmr cümlələri, imperative sentences, nida cümlələri, exclamatory sentence. Bugün sual cümlələr haqqında daha geniş danışacağıq və digər dərslərdə isə digər cümlə növləri haqqında danışacağıq. Deməli, bugün danışırıq sual cümlələrindən, interrogative sentences. Sual cümlələrinin 4 növü var. Ümumi suallar, general questions, həmçinin bunlara yes, no question da deyilir. Xüsusi suallar, special, seçmə suallar, alternative, ayrıcı suallar, disjunctive questions. Bunlara həm də tag question da deyə bilirik. Ümumi suallar haqqında gəlin danışaq. Deməli, ümumi suallar, general question, həmçinin dedik ki, yes, no question da deyə bilərik. Bütövlükdə cümləyə verilən suallardır. Yəni, bunların cavabı yes, no şəklində olur. Bəli, xeyr cavabı tələb edir. Köməkçi və ya modal feillərin mübtədədən önə keçməsi ilə düzəlir. Həmçinin buradan yadımıza salırıq köməkçi feilləri, yəni to be-nin formaları am, is, are, was, were, gələcəkdə shall, will. Sonra to do, yəni do, did, does-la, to have, has, had-lə düzələcək. Gəlin bir dənə nümunəyə baxaq. Məsələn, they live in Rustavi. Deməli, burada biz ümumi sual olaraq nə edirik? Köməkçi feil keçirik əvvələ. Do they live in Rustavi? Bu şəkildə ümumi sual yaratmış oluruq. Daha sonra baxırıq xüsusi suallara. Special questions. Special questions o deməkdir ki, bu cümlənin ayrı-ayrı üzvlərinə verilən suallardır. Məsələn, cümlənin hər hansı bir üzvünə verilir, mübtədəsinə, xəbərinə, tamamlığına verilən suallardır. Deməli, sual əvəzlikləri bunlar haqqında bir nümunəyə baxaq. My sister studies at university. Mənim bacım universitetdə oxuyur. At university at university sual verir ki, yəni harada oxuyur. Where does my sister study? Həmçinin burada biz sister'a da sual verə bilərik. Fərqi yoxdur, hər hansı bir cümlə üzvü ola bilər. Sonra danışırıq quruluş. Quruluş necə olur? Gördüyümüz kimi sual sözünü veririk. Sonra köməkçi feil və yaxud modal feil, mübtədə və əsas feil şəklində ardıcıllığımızı tamamlayırıq. Sual sözləri bəs hansılardır? Sual sözləri deməli who, kim, whom, kimə, kimi, what, which, when, what time, whose, where, why, how long müddət bildirir, how far məsafə bildirir, how old bildiyimiz kimi yaşı bildirir, how often tez-tezmi şəklində tərcümə olunur, how many times neçə dəfə, what color nə rəngdə, what language hansı dildə, what size hansı ölçüdə, what shape hansı formada, what kind of, what sort of da deyə bilərik. Nə cür şəklində tərcümə olunur. How many neçə, nə qədər sayıla bilən cəm isimlərlə işlənir. How much neçə, nə qədər sayıla bilməyən tək isimlərlə işlənir. Daha sonra baxırıq mübtədəyə verilən suallara. Deməli, mübtədəyə verilən suallar, subject questions. Subject question-dan danışarkən qeyd edirik ki, deməli, ilk öncə verilir nə? Mübtədəyə sual veririk deyə who və what plus əsas feil plus tamamlıq şəklində olur. Mübtədəyə sual verdikdə söz sırası nəqli cümlədə söz sırası kimi olur. Yəni, sual sözü plus birbaşa əsas feil gəlir. Köməkçi feillər do, did, does işlədilmir. Canlılar üçün who, canlısızlar üçün isə what işlənir. Cümlə inkar olarsa doesn't, didn't verə bilirik. Amma don't verə bilmərik, çünki üçüncü şəxsin təkindən danışılır. Nümunələrə baxırıq. Nobody goes home. Who doesn't go home? Yəni, görürsünüz, don't verə bilmirik. Amma didn't və doesn't verə bilərəm. Xəbər üçüncü şəxsin təkində helps, yəni feilin sonuna s artırılır və keçmiş zamanda da help şəklində verilir. Yəni, əsas feil ya s ya da id qəbul etməlidir. Who helps, who helped şəklində olur. Sadəcə who help kimi verə bilmərik. Daha sonra gəlin nümunələrdən birinə baxaq. They want to go out for a walk.
Sual veririk. Who wants? Deməli, feilin sonunda s olur. Who won't verə bilmərik. Ya demişdik ki, feilin sonunda s olmalıdır, ya da id şəklində verilməlidir. Həm də ki, görürük ki, does şəklində sual verə bilmərik. Demişdik ki, köməkçi feillərlə sual verə bilmərik. Əgər inkar olarsa, doesn't və didn't işlənə bilər. Sonra davam edirik. Mübtədəyə sual verdikdə yalnız mübtədə sual sözü ilə əvəz olunur. Qalan cümlə olduğu kimi qalır. Əsas feil məsdərə qayıtmır. Gəlin baxaq, nümunəyə baxaq. My sister went to the school in the morning. Okay. Sual veririk. Who went to school in the morning? Biz burada sadəcə nəyi dəyişdik? Deməli, mübtədə sual sözü ilə əlavə olundu və cümlənin qalan hissəsi olduğu şəkildə qaldı. Heç bir şeyi dəyişdirmirik. Struktur dəyişmir. Sadəcə mübtədəyə sual sözü ilə əvəz edirik. Lakin who və what təkcə mübtədə deyil, həmçinin tamamlığa da sual verilə bilir. Bu zaman köməkçi feillər do, does və did işlədilməlidir. Gəlin baxaq. Books helps us. Mübtədəyə sual verdikcə booksdan danışırıqsa, yəni cansızdan danışırıqsa, what verəcəyik. What helps us. Amma gəlin tamamlığa sual verək. They see books on the table. Artıq tamamlığa sual veririk deyə biz burada köməkçi feillərdən mütləq şəkildə istifadə etməliyik. What do they see on the table? Deməli, buradan bu qərara gəlirik ki, əgər mübtədəyə sual veririksə, do, did, does istifadə etmirik. Amma tamamlığa sual veririksə, həmin bu köməkçi feillərdən do, does və diddən istifadə etməliyik. Sonra baxırıq, yenə də mübtədənin və tamamlığın sualının biraz daha geniş izahına. Baxırıq. Nuray called Fidan yesterday. Dünən Nuray Fidana zəng etdi. Mübtədənin sualı olduqda veririk ki, who called Fidan yesterday. Amma tamamlığın sualı olduqda artıq yenə də biz burada köməkçi feil verməliyik. Do, does və diddən istifadə etməliyik. Sonra yeni bir nümunəyə baxaq. The students like their new teacher. Mübtədəyə sual veririk. The students canlılarla bağlı deyə who veririk. Who like the new teacher. Tamamlığa sual veririksə yenə də who olur. Amma yenə də nə istifadə edirik? Köməkçi feildən istifadə edirik. Nəticə. Sual mübtədəyə who və what onun təyinə aid olduqda, yəni mübtədənin qarşısındakı sözə sual sözündən sonra köməkçi feil do, does, did istifadə olunmur. Nə zaman? Mübtədəyə sual verdikdə. Amma tamamlığa sual verdikcə do, did, does istifadə olunmalıdır. Yəni bu mütləq şəkildə istifadə etməliyik biz bunu. Daha sonra yenə də burada gördüyümüz kimi nümunələr verilib. Mübtədənin sualı, mübtədənin təyininin sualı, zaman zərfi, tamamlıq, yer zərfi. Deməli, mübtədəyə sual verdiksə, my sister-a sual verirsə, who deyirik, çünki canlıdan söhbət gedir. Mübtədənin təyininə my sister şəklində sual versək, mənim bacım, whose sister, kimin bacısı şəklində sual verməliyik. Mübtədənin təyininə sual verdiksə, many-nin sual qarşılığı olaraq, sual əvəzi olaraq, sual sözü olaraq how many qarşılığını verməliyik. Zaman zərfindən danışarkən qeyd edirik ki, he moved to Azerbaijan in 1994. Zaman zərfidir. In 1994 nə vaxt olduğunu deməliyik. When deyirik və köməkçi feilimiz də mütləq şəkildə burada olmalıdır. Tamamlığa sual verərkən yenə də my students who ilə veririk və yenə də köməkçi feil burada işlənməlidir. Sonra quruluşa da fikir vermək lazımdır ki, köməkçi, yəni sual sözü, köməkçi feil, mübtədə, daha sonra isə əsas feil şəklində bu ardıcıllıqla davam etməlidir. Sonra gəlin qeydlərə baxaq. İndiki bitmiş zamanda zaman zərfinə sual verərsək, deməli, when-dən sonra, yəni when-dən sonra hərfəz işlənmədiyinə görə cümlənin zamanı indiki bitmiş zamandan keçmiş sadə zamana keçir. Verilən cümlə məlumdursa, sual did, məchul-dursa was, were ilə veriləcək. Gəlin baxaq nümunələrə. The players
have come early. Sual veririk. When did the players come? Gördük, indiki bitmiş zamanda. Burada have come verilib. Amma sual şəklində verirkən biz bunu hansı zaman çevirdik? Did. Hansı zamandır? Keçmiş sadə zaman. Yəni, indiki bitmiş zamanda zaman zərfinə sual verərsək, cümləmiz indiki bitmiş zamandan keçmiş sadə zamana keçir. Sonra baxaq. Two new contracts have been signed this week. Məhsuldur. Digərində isə məlum idi deyə biz did verdik. Demişdik ki, məhsul olsaydı was were verəcəkdik. Burada həmin bu kontraktın kim tərəfindən imza olunmadığı, kim tərəfindən imza olunduğu məlum deyil. Ona görə də məhsul növdə işlətməliyik, was or were verməliyik. When were two contracts signed? Gördük, yenə də burada məhsulluqla bağlıdır. Ona görə were işlətdik. Məlumdursa didlə, məhsuldursa was və were-lə işlətməliyik. Həmçinin də zaman indiki bitmiş zamandan keçmiş sadə zamana çevrilməlidir. Nə zaman? Əgər zaman zərfinə sual veririksə. Sonra qeyd 2-yə baxırıq. Qeyd 2-də danışılır ki, indiki bitmiş zamanda yalnız when ilə sual verirsək, cümlənin zamanı dəyişir. Yəni, when-dən başqa digər sual sözlərlə sual verilirsə, cümlənin zamanı dəyişmir. Gəlin nümunələrə baxaq. The museum has been closed for a month. How long has the museum been closed? Gördük, yenə də sual nə ilə verildi? Has-lə verilib və zaman olduğu kimi qalır. Niyə? Çünki when-lə sual verməmişik, ona görə. Sonra baxaq ikinci nümunəyə. The museum has just been closed. Gördünüz. Artıq burada when-lə sual veririk deyə bizim zamanımız indiki bitmiş zamandan keçmiş sadə zamana, yəni was-la verilir. Okay, not 3. Bu tip cümlələrdə have to modal feilinə amorf feillər hansılar idi? Cut, laid, put, read, caused, hit, hurt, shot, spread bu kimi feillərdir. Və have feilinə diqqət etməliyik. Çünki burada nəyə görə zaman dəqiqləşdirməliyik. Çünki bilmişdik ki, bu amorf feillərdə sonunda s varsa indiki zamandadır. Yox, əgər sonunda s yoxdursa, keçmiş zamanda götürürük. Nümunələrə baxaq. I have to obey him. Himə sual verdiksə, whom və yenə də kimə, tamamlığa sual verdik deyə yenə də köməkçi feildən istifadə olunmalıdır. Və quruluş da necə olmalıdır? Köməkçi feil, sual sözü, köməkçi feil, mübtədə, əsas feil və digər neçələri də arxası ilə sadalanmalıdır. Baxırıq ikinci nümunəyə. Cut verilib. Artıq sonunda s yox deyə biz bilirik ki, burada keçmiş zamanda verəcəyik. He cut the bread with a sharp knife. Deməli, nə ilə kəsib? Yəni, mübtədəyə sual verməliyik. Mübtədəyə yox, tamamlığa. Nə ilə kəsib? Deməli, what veririk və yenə də tamamlığın sualı deyə didlə veririk. Didlə nəyə görə verdik? Dedik ki, amorf feillərdə. Amorf feillərə görə. Sonunda s yoxdur deyə keçmiş zamanda götürülür. Və həmçinin baxaq üçüncü nümunəyə. Gördük, burada feilin sonunda s var. Deməli, biz onu veririk. İndiki zamanda, yəni does verəcəyik. Daha sonra baxırıq seçmə suallara. Seçmə suallar iki fikirdən birini seçir. Or bağlayıcısı ilə işlənir. Or bağlayıcısının da tərcüməsi və ya yaxud yoxsa şəklində olur. Gəlin nümunəyə baxaq. Are you Georgian or Azərbaycani? Sən Gürcüstanlısan, yoxsa Azərbaycanlı? Gördünüz, burada or yoxsa şəklində tələffüz olunur. Sonra baxırıq ayrıcı suallara. Ayrıcı suallar, disjunctive questions. Həmçində demişdik, type question da deyə bilirik. Bu suallar iki hissədən ibarət olur. Əgər cümlənin birinci hissəsi təsdiq olarsa, ikinci hissə inkarda. Yox, əgər birinci hissə inkar olarsa, ikinci hissə təsdiqdə olmalıdır. Sual hissəsi elə deyilmi, elədirmi kimi tərcümə olunur. İkinci hissədəki feili birinci hissədəki cümləyə əsasən təyin edirik. Yəni, birinci cümləyə ümumi sual veririk. Sual hansı feillə düzəlsə, ikinci hissədə də həmin feil istifadə olunur. Gəlin bir dənə nümunəyə baxaq, görək bu nə deməkdir. It's a type question.
Okay. Is it a question? Deməli, e, normal şəkildə verilir. Sonra nə olur? Elə deyilmi? Şəklində tərcümə olunur. Is it a question? Gəlin başqa birisinə baxaq. It is a tag question. Isn't it? Elə deyilmi? Daha birinə baxırıq. It isn't a tag question. Is it? Gördünüz burada ikinci və üçüncü bayaq dediyimizdir ki, birinci tərəf təsdiqdirsə, ikinci tərəf inkar, birinci tərəf inkarsa, ikinci tərəf təsdiq. Gördünüz burada birinci tərəfdə cümlə təsdiqdir deyə ikinci tərəf verilib inkarda. Digərində birinci tərəf inkardır deyə ikinci tərəf verilib təsdiqdə. Burada baxırıq zaman olaraq nəyə? Izi görmüşük. İzlə də davam edirik. Is var. Isn't, is it şəklində veririk. İkinci hissədəki feili asan tapmaq üçün aşağıdakı ardıcılığa diqqət edirik. Cümlədə be feili varsa, ikinci hissədə də be olacaq. Yəni, bir də deyirik ki, to be-nin formalarında bilirik ki, am, is, are, was, were, shall, will-dən istifadə olunacaq. Gəlin nümunələrə baxaq. She is a teacher. Gördük. Is-ə görə nə veririk? Isn't she. Birinci tərəf təsdiq, ikinci tərəf inkardır. Həmçində digərlərində, məsələn, they will have dinner, won't they? They were sent to the hospital, weren't they? Sonra, deməli, cümlədə modal feil varsa, birinci tərəfdə modal feillərdən istifadə olunubsa, digər tərəf, yəni ikinci tərəfdə də yenə modal feillərdən istifadə olunmalıdır. Gəlin baxaq nümunələrə. Baxaq. Mike can play the guitar. Can var deyə, yenə birinci tərəf təsdiqdir, ikinci tərəfdə can-in inkarını veririk. Birinci tərəfdə yenə də can görürük təsdiqdədir, ikinci tərəfdə can-in inkarını veririk. I have to go home. Don't I? Bilirdik ki, have modal feilinin, have to modal feilinin sual və inkarı özü ilə düzəlmir deyə burada da inkarını don't-la veririk. Sonra cümlədə to, yəni have feili varsa, have, has, had varsa iki hal mümkündür. Cümlədə have, has, had feilindən başqa feil varsa, ikinci isə have, has, had-in özü ilə ifadə olunur. Baxaq. She has met her sister, hasn't he? Deməli, has-dan başqa bir dənə də feil var deyə özü ilə düzəlir. Yox, əgər özündən başqa bir feil yoxdursa, məsələn, nümunəyə baxırıq. Feil yoxdursa, ikinci isə do, does, did ilə ifadə olunacaq. Yəni, modal feil şəklində verilirsə, özündən başqa feil yoxdursa, do, does, did ilə veriləcək. Yox, əgər özü ilə əlavə bir dənə də feil varsa, artıq burada sual onun özü ilə veriləcək. Okay, baxaq nümunəyə. She has a lot of friends. Gördünüz, has-dan başqa bir feil yoxdur deyə artıq does-la vermiş oluruq. Qayda 4. Cümlədə be, modal, have feili yoxdursa, ikinci hissədə do, does, did ilə ifadə olunacaq. Baxaq. We play football, don't we? He plays football, doesn't he? Gördük, birincidə play feilinin sonunda s yoxdur. Yəni, üçüncü şəxsin təşkilini bildirmir. Digər tərəfdə isə plays var. Üçüncü şəxsin təkini bildirir, does verdik. Sonra növbətdə they play football, artıq cəmdən söhbət played var. Keçmişi bildirir, ona görə did veririk. Okay, sonra davam edirik digər hissəsi ilə. Qeydlərə baxırıq. İnkar cümlələrdə ikinci hissədəki feil tapmaq çox asandır. İnkarlıq not hansı feilə əlavə olunubsa, ikinci hissədə də həmin feil işlənir, amma not atılır. Gəlin baxaq. He won't carry this heavy bag. Gördük, yenə də təsdiq, inkar, təsdiq kimi işlənir. Won't nəyin inkarıdır? Will-in, yəni ikinci tərəfdə will veririk. Couldn't təsdiqi nədir? Could. Hasn't, yenə də özündən əlavə bir dənə feil var deyə özü ilə veririk. Has. Doesn't, does. Didn't, did şəklində verilir. Deməli, baxırıq, burada diqqət 1. You will have to work hard this week.
Won't you şəklində verilir. They will have dinner, won't they? Artıq burada haven't you, don't you, haven't they, don't they şəklində vermirik. Qaydaların ardıcılığına əsasən biz birinci to be feilinə, yəni birinci will'ə baxmalıyıq. Ona görə təyinləşdirməliyik. İkincidə, təkid cəmi eyni olan isimlərdə fish, deer, sheep, swine. Article yoxdursa, bu isimlər cəmdədir. Article varsa, deməli təkdədir. Fish live in the water, don't they? Deməli, nədir? Article yox idisə, cəmdədir. Ona görə Z ilə vermişik. Yox, əgər article varsa, deməli təkdədir. Sonra baxırıq üçüncü hissəyə. Əgər birinci hissədə never, hardly, little, few, rarely, barely, scarcely, seldom sözləri varsa, birinci tərəf inkar qəbul edilir. Buna görə də ikinci tərəfdə təsdiq olmalıdır. Never var deyə ikinci tərəfdə təsdiq olub. Yenə never var deyə ikinci tərəf yenə də təsdiq olub. Deməli, hansı sözlər idi? Never, hardly, little, few, rarely, barely, scarcely, seldom sözləri varsa, bunlarda nə olur? Ondan sonra gələn hissə təsdiqdə olmalıdır. Dördüncü hissəyə baxırıq. Zero to be tipli cümlələrdə ayrıcı sual verilişdə mübtədə rolunda çıxış edən there komponentini şəxs əvəzinə Z dəyişmək olmaz. Gəlin nümunəyə baxaq. There are a lot of students in front of the university aren't there. Artıq burada Z vermirik. Nə ilə verilibsə onunla da verdik. Gördünüz, zero. Sonra diqqət 5-ə baxırıq. 5-ci hissəyə baxırıq. Deməli, bu tip cümlələrdə nəyə fikir veririk? Have to modal feilinə, amorf feillərə diqqət etməliyik. Buna bayaq da baxmışdıq. Yuxarıda belə bir fikir var idi. Yəni, burada nəyə baxırdıq? Zamanı daha doğru təyin etməyə görə. Əgər bu amorf feillərin sonunda S yoxdursa, bilirik ki, keçmiş zamandadır. Yox, əgər bunların sonunda S varsa, indiki zamanda veririk. Okay. Məsələn, gəlin baxaq bir dənə nümunəyə. Bir də have modal feildirsə, yenə də özü ilə vermirik. Do didazdan istifadə edirik. I have to obey him. Artıq burada have yox, don't veririk. Niyə? Çünki modal feili idi. Sonra baxırıq ikinci tərəfə. He read. Artıq burada read var. Sözün sonunda S yoxdur deyə biz bunu verməliyik keçmiş zamanda. Yəni indiki zaman verə bilmərik. Didn't doğru cavab olacaq. 6-cı hissəyə baxaq. Ayrıcı sual cümlələrində tərəflər bir-birindən vergüllə ayrılır. Əgər vergüllə deyil, nöqtə ilə ayrılarsa, hər iki tərəf eyni. Təsdiq, inkar, təsdiq, inkar olacaq. Baxaq. Father cut the trees yesterday. Didn't he? Okay. Father cut the trees yesterday. Artıq burada nöqtə var deyə nə olub? Təsdiqlə veriləcək. Deməli, nə olur? Tərəflər bir-birindən vergüllə ayrılırsa, olduğu kimi təsdiq, inkar, təsdiq. Əgər vergüllə deyil, nöqtə ilə ayrılırsa, hər iki tərəf eyni olmalıdır. Yəni, birinci tərəf təsdiq etsə, ikinci tərəf təsdiq olmalıdır. Birinci tərəf inkar etsə, ikinci tərəfdə inkar olmalıydı. Baxın nümunəyə, David hasn't got much money, nöqtə ilə ayrılıb deyə özü inkar idi, yenə də inkar veririk. Sonra davam edirik. Deməli, əmr cümlələrində ayrıcı sual adətən will you ilə işlənir. Open the door, will you? Don't be late, will you? Let's ilə başlanan cümlələrdə ayrıcı sual shall we olur. Let's go to the cinema, shall we? I am ilə başlayan cümlələrdə ayrıcı sual aren't olmalıdır. I am the first, aren't I? Sonra mübtədə something, nothing, everything əvəzliklərdən ibarət olarsa, ikinci hissədə onlar it əvəzi ilə əvəz olunur. Nothing is the left, is it. Something is wrong, isn't it. Sonra 11-ə baxırıq. Mübtədə somebody, someone, nobody, no one, everybody, everyone əvəzliklərdən ibarət olarsa, ikinci hissədə onlar they əvəzi ilə əvəz olunur. Everybody was there,
were they? Nobody knows it, do they? Sonra baxırıq 12-yə. Mübtədə this, that əvəzlərindən ibarət olarsa, ikinci hissədə onlar it əvəzi ilə these, those əvəzlərindən ibarət olarsa, ikinci hissədə onlar they əvəzi ilə əvəz olunacaq. Yəni tək cəm söhbətinə görə that is our school building, isn't it? Artıq those var, cəmlik bildirir deyə Z ilə vermiş oluruq, R ilə vermiş oluruq.